Fatimə sözünün də mənalarından biri də birisi də nədir? Futimən-nəs ən fəhmiha. İnsanlar onu dərk etməkdən uzaqdılar. Xanımı dərk edə bilmirlər. Ona görə də bəzi hədislərimizdə xanım Zəhra salamullah aleyha Qədr gecəsinə bənzədilibdir. Necə ki, Qədr gecəsinin hansı gecə olduğunu bilmirik, həqiqətini dərk edə bilmirik. Eləcə də insanlar xanım Zəhra salamullah aleyhanın həqiqətini dərk edə bilmirlər. Muhammədi və Ələvi nurun məcmuəsidir xanım Zəhra salamullah aleyha. İmam Həsən Əskəri aleyhissalam bir hədisdə buyurur ki, biz Allahın yaratdıqları üzərində hüccəti, nənəmiz Fatimə də bizim üzərimizdə hüccətdir. Bu elə-belə bir söz deyil ha. Əvvələn bu imamın sözüdür. Xanım Zəhra yəni imamlar üçün nümunədir. İmamlar üçün bir qüdvədir, ülgüdür. Gör bu batini aləmdə, nurani aləmdə hansı bir məqamdadır ki, imam üçün nümunə ola bilir. İmamlar, peyğəmbər və imamlar bütün bəşəriyyətə nümunədirlər. Və xanım Zəhra imamətin hüccətidir. Yəni imamətdə olan bütün o fəzilətlər, üstünlüklər hamısı xanım Zəhra salamullah aleyhada da mövcuddur. Allah Teala Qur'an-ı Kərimdə Nur surəsi 35-ci ayədə özünü nur adlandırır. Allah göylərin və yerin nurudur. Sonra bu nuru məsəllə bizə izah eləyir. Buyurur ki, Allahın nuru bir çırağbana bənzər, bir taxçaya bənzər. O taxçanın içində bir çıraq var, çıraq şüşədəndir. O bir ulduz kimi parlayır. Onun yanacağı zeytun ağacından nə şərqdəndir, nə qərbdəndir. Bunların hamısının təvil və təfsirinə baxsaq geniş mənalar var. Burada o çırağın yerləşdiyi taxça, hədis kitablarımıza baxdıqda, təfsir və təvil kitablarımıza baxdıqda görürük ki, deyirlər ki, Mişkət Fatimədir. Çırağın yerləşdirdiyi o taxça Fatimə-i Zəhra salamullah aleyhadır ki, Peyğəmbərlik nuru və Əmirəl-Mömin əleyhissalamın nuru və ardıncan imamlarımızın nuru onda öz varlığını tapır. Ona görə xanım Zəhra salamullah aleyha nübüvvətin və vilayətin sirrini özündə daşıyır.